Əziz yüksələn əqrəblər, 2026-cı ilin iyul ayı şərhinə xoş gəlmisiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn bürcə görə hazırlanır. Yəni, siz də yüksələn əqrəbsinizsə, deməli tam olaraq doğru yerdəsiniz. 22 iyula qədər Günəş Xərçəng bürcündə, yəni doğum xəritənizin 9-cu evində olacaq. Günəşə Merkuri də yoldaşlıq edir. Lakin Merkuri retro vəziyyətdədir. İyul ayında Merkuri retrosu yaşayır. Həm Günəş, həm də Merkuri 9-cu evinizdədir. Amma Merkuri retro olduğu üçün 9-cu ev mövzularını bu təsirlə birlikdə qiymətləndirəcək. 9-cu ev insanın həyata baxışını, inanclarını və dünya görüşünü idarə edir. Merkuri retrosunun təsiri ilə bu ay düşüncələriniz qarışa bilər. İnanclarınızı, həyat fəlsəfənizi, hətta siyasi baxışlarınızı belə yenidən gözdən keçirə bilərsiniz. Bəzi insanlar bu dövrdə çox radikal qərarlar verə bilər. 9-cu ev xarici ölkələrlə bağlıdır. Əgər xariclə əlaqəli işləriniz varsa, müəyyən problemlər yaşaya bilərsiniz. Məsələn, xarici ticarət, idxal, ixrac və ya beynəlxalq əməkdaşlıqlarla bağlı gecikmələr və çətinliklər yarana bilər. Əgər xaricə səyahət etməyi planlaşdırırsınızsa, hər şeyi əvvəlcədən diqqətlə təşkil edin. Məsələn, bagajınız itə bilər, rezervasiya ilə bağlı problem yaşana bilər və ya sənədlərdə qarşılıqlı ola bilər. Xaricdə yaşayan yaxınlarınızla da bağlı müəyyən problemlər gündəmə gələ bilər. Viza məsələlərində də gecikmələr və çətinliklər mümkündür. 9-cu ev ali təhsil və akademik sahəni də idarə edir. Əgər imtahanınız varsa, universitetlə bağlı işləriniz varsa və ya akademik fəaliyyətlə məşğulsunuzsa, müəyyən gecikmələr və problemlər yaşana bilər. Bu dövrdə yeni təhsilə başlamağı məsləhət görmürəm. Əgər imtahan verirsinizsə, diqqətinizi maksimum toplamağa çalışın. 9-cu ev məhkəmə və hüquqi prosesləri də idarə edir. Bu sahədə müəyyən problemlər və gecikmələr yaşana bilər. Bəziləriniz məhkəməyə müraciət etməyə qərar verə bilər, yaxud sizə qarşı hüquqi proses başladığını öyrənə bilərsiniz. 9-cu ev həm də həyat yoldaşının ailəsində ifadə edir. Bu sahələrdə də müəyyən problemlər və ya vacib hadisələr yaşana bilər. 9-cu ev həmçinin media və yayımçılıq sahəsində idarə edir. Əgər sosial media ilə məşğulsunuzsa, televiziya, radio, reklam, media və ya aktyorluq kimi sahələrdə işləyirsinizsə, burada da müəyyən ləngimələr və problemlər yaşana bilər. 22 iyuldan etibarən Günəş Şir bürcünə, yəni doğum xəritənizin 10-cu evinə keçir. Artıq Yupiter də bir il müddətinə Şir bürcündə, yəni sizin 10-cu evinizdə olacaq. Üstəlik, 22 iyul 3 avqust tarixləri arasında Günəş-Yupiter qovuşumu yaşayacaqsınız. 22 iyuldan sonra diqqətiniz əsasən karyera, peşə fəaliyyəti və sosial statuslarında olacaq. Karyera baxımından